Bu günləri iPhone üçün atdığınız bu 12 manatlar var ha. Onların aqibətini görəcəksiniz. Hər şeyi elədik. Pulu da təqdim elədim, verdim. İndi sürprizə baxın. Görün siz hansı işi görmüşsünüz. Bu uşaqların atası qəzada dünyasını dəyişib. Yəni qəza keçirdi, yoxdur da, ataları yoxdur. Bugün bunların həm ürəyini sevindirəcək, həm də sizi sevindirəcəm. Nətərsən? Ha? Bax sənin damız. Deməli, sizə bir dənə köhnə kadr göstərirəm. Bu nənə ilə, bu ailə ilə, Fatimə ilə olan videonun köhnə kadrı 2 ay əvvələ bir dənə gedək. Solda bir dənə otaq var, bir otaq. Buranı heç olmasa özlərinə bir oturma otağı kimi eləyə bilərlər. Bir dənə nə lazımdır? İstəkləri bilirsiniz nədir? Sadəcə olaraq bir dənə bu otağı düzəltmək. Bu otağı bir dənə düzəltmək. Bax, bir dənə buranın patolokunu vurmaq. Ustalar işlədilər, hər bir şey elədilər. Pullarını dünən vermişəm. O da iPhone-a atdığınız 12 manatlarla vermişəm. Hər kəsə təşəkkür edirəm, hər kəsə çox sağ ol deyirəm. Gəlin elədiyiniz işə baxın. Bunu siz eləmişsiniz. Allah sağlığı versinlər. Sizə, Koluna baxın. Allah razı olsun sizdən. Bu da şkafı. Uşaqlar paltarlarını falan yığmaq üçün hamısı. Çox təşəkkür, Allah razı olsun. Belə işlərdə birləşəyin. Gördüyünüz kimi baxın. Bir dənə ailənin bir yuvasını siz düzəltdiniz. Çox istəyirəm. Kimi çox istəyirsən? Səni. Doğrudan. Mən də səni çox istəyirəm. evimiz damırdı, çollar çıxırdı, damırdı, uşaqlar yazıqlar. Yer tapa bilməyib, bir bu otaqda yatırdıq. 4-5 nəfər. Vallahi bu soyuğun altında istilik yox idi, işığımız yox idi bizim. Mənim uşaqlarıma dəstək oldu. Həri. Yaxşı ki, onun kimi qardaşımız. O heç vaxt yaşını unutmarıq, heç bir zaman. Ataları rəhmətə gedibdir. O uşaqlarıma ata əvəzi oldu, mənə qardaş əvəzi oldu. Çox dəstək oldu mən. Bizim borcumuzdur. Allah ona uzun ömür, can sağlığı versin. Allah onu Allah yetirib bizim üçün. Ne bileyim Allah ne bileyim onu xoşbaxt eləsin.